Dəmir yol kassaları artıq bağlanır. Onlarla insanın iş yeri ixtisar olunur. Nəyə görə? Çünki texnologiya, xüsusilə də süni intellekt bizim işlərimizi ələ keçirməyə başlayır. Bəs biz bu dəyişikliyə necə uyğunlaşmalıyıq? Hansı bacarıqları öyrənməliyik ki, süni intellekt bizi deyil, biz onu idarə edək? Onlayn bilet satışına tələbatın artması səbəbindən Bakı və Gəncə dəmir yolu kassaları istisna bütün rayonların dəmir yol bağzalarında kassalar bağlanıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, əməkdaşların bir qismi başqa işə keçirilib. Bir qismi isə başqa işə keçirilmə təklifini qəbul etməyib. Ümumilikdə kassaların fəaliyyətinin dayandırılması ilə bağlı 24 ştat ixtisara salınıb. Hazırda dünyada süni intellekt və avtomatlaşdırma texnologiyaları bir çox sahələrdə insan əməyini əvəzləməyə başlayıb. Xidmət sektorundan tutmuş istehsala qədər yeni texnologiyalar həm işçi qüvvəsinə tələbat azaldır, həm də peşələrin mahiyyətini dəyişdirir. Hər il mövcud ixtisasların 20% müəyyən qədər aktuallığını itirir və təbii ki, yeni ixtisaslar da bazara deyəlim ki, təqdim olunur. Və burada qeyd etdiyim kimi, bəzən insanlar düşünə bilər ki, süni intellekt bir çoxumuzun işini əlindən alacaq. Əslində belə deyil. Artıq insanlar sadəcə bir diplomla iş sahibi olmayla yetinməməlidir. IT texnologiyalarından istifadə, xarici dil bacarıqları, kommunikasiya, kritik düşünmə bunlar aktuallığını hər gün daha da artırır. Ekspertlər bildirirlər ki, yaxın illərdə xüsusən ofis işləri, bank, logistika və nəqliyyat sahəsində bəzi vəzifələrin yavaş-yavaş sıradan çıxacağı gözlənilir. Bu isə əmək bazarına yeni çağırışlar gətirəcək. Biz düşünməliyik ki, məhz şagirdləri, ümumiyyətlə təhsil alanları informasiya texnologiyaları, kompüter yönümlü ixtisaslar sahəsinə yönləndirək. Çünki artıq dövr onu tələb edir və təbii gəzlər seçim edərkən, ixtisaslaşma seçim apararkən mütləq informasiya texnologiyalarıdır, kiber təhlükəsizlikdir, yəni informasiya təhlükəsizliyidir, proqram təminat mühəndisliyidir, data analitikasıdır, kompüter mühəndisliyidir, mexatronika, robotexnika ixtisasıdır, həmçinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasıdır, big data analitikidir və s. Bax, bu kimi ixtisaslara üstünlük verməlidirlər ki, onlar gələcəkdə həm əmək bazarında daha asan və çevik formada iş tapa bilsinlər. Texnologiyanın sürətli inkişafı həm yeni imkanlar, həm də müəyyən risklər deməkdir. Mütəxəssislər isə xəbərdarlıq edir. Bu dəyişikliklərə uyğunlaşa bilənlər gələcəyin qalibləri olacaq. Lamiyə Xəqani qızı Emin Fərzəliyev, İTV Xəbər.